Yuxu sadəcə istirahət deyil, hormonal sistemin dincəlməsidir. Bizim yuxu rejimimiz orta yaşlı bir insan üçün təxminən 7 saatlıq yuxu deməkdir. Erkən yatıb, erkən oyanmaq orqanizm biologiyasına uyğun bir davranışdır. Biz gecə saat 3-də yatıb, gündüz saat 10-da da dura bilərik. Amma bu yuxunun xronotipinin, baxmayaraq ki, o saatı alırsanız və yuxunu qəbul edirsiniz, xronotipin pozulması deməkdir. Yuxu rejimi pozularsa, az yataraqsa ya gec yataraqsa, bu zaman toxunma hormonu olaraq olan leptin hormonunun səviyyəsi aşağı düşür. Əksinə azcıq hormonu sayılan qrelin hormonunun səviyyəsi artır və gec yatdığı zaman insan müəyyən bir atışdırmalar yemək istəyi, xüsusən şirniyyat yemək istəyi duyur. Bu da insulin müqavimətini artırır. Artıq şəkildən qurtarmaq üçün, normal endokrin sistem üçün normal balanslaşdırılmış yuxu çox vacibdir. Çalışıb tez yataq, tez oyanaq, normal şəkildə 7-8 saat yuxu rejimimizi qaydaya salaq. Yuxu eyni zamanda bir vərdişdir. Siz davamlı olaraq tez yatmağa cəhd edərsinizsə, təxminən müəyyən olunmuş qaydalara görə 3 həftədən sonra artıq normal təbii yuxunuz gələcəkdir. O baxımdan qaranlıq otaqda, havası dəyişdirilmiş otaqda yatmaq, yuxu rejimimizin alınmağı, orqanizmin daha gümrah oyanmağı, hər gözəl bir günümüz gözəl bir gecədən başlayır və eyni zamanda sağlam endokrin sistem və sağlam hormonlar istehsalı deməkdir. Ona görə yuxu rejimimizi hər zaman diqqət edək.